O şey qaldı Adnan Əhmədzadə ilə bağlı məsələlərə. Bununla bağlı kütləvi informasiya vasitələri çox ciddi məlumatlar paylaşıblar. Və bu məlumatlar təsdiqini taparsa, çünki Azərbaycan hüquqi dövləti Adnan Əhmədzadənin konkret cinayət əməlində sübutu baş vermədən onu bir hökm kimi söyləmək ki, o filan cinayət edib, bu çətindir. Amma indi versiyalar şəklində baş verir və 4 ayda həbs qəti imkan tədbiri görülür və 4 ay ərzində yəqin ki, çox həqiqətlər üzə çıxacaq, məlum olacaq ki, əslində nə baş verib. Amma hər halda yayılan məlumatlar onu göstərir ki, ən çox ittiham olunduğu məsələlərdən biri Azərbaycanın beynəlxalq imicinə vurulan zərbə ilə bağlıdır. Və iyul ayında bilirsiniz ki, Azərbaycan neftində xloridin olması ilə bağlı fakt təsdiqini tapdı və bununla bağlı BP də hətta bunu təsdiqlədi. Amma BP-nin mövqeyi belə oldu ki, bir neçə çəndə bəli bu qeydə alınıb və həmin çənlərdən neftin ta Rumuniyaya qədər gedib getdiyi, çatdığı haqqında məlumat var. Hətta vəziyyət o qədər qəlizləşdi ki, bizim üçün dost dövlət olan Qazaxıstan belə Azərbaycan boru kəmərindən istifadədən imtina etdi. İndi bir həftədir ki, bərpa ediblər. Və bundan sonra Rumıniya mətbuatı isə yazırdı ki, hətta həmin nefti Rumıniyadan Azərbaycan geri aparsın. Daha doğrusu Azərbaycan Rumıniyadan nefti geri qaytarsın və eyni zamanda Rumıniya mətbuatı bu hadisədə Rusiyanın əli olduğu ilə bağlı ilk məlumatı yayıb. Rumıniya mətbuatı bu fikri yayıb və Rusiya-Azərbaycan münasibətlərindəki məlum gərginlik fonunda belə versiyaların yaranması və hətta onun həyatda təsdiqini tapması ehtimalı da kifayət qədər böyükdür. Çünki münasibətlərdəki gərginlik o həddə çatmışdı ki, hətta deyilən ittihamlar real məzmun da ala bilərdi. Amma biz bir daha qeyd edirəm ki, istintaqın nəticələri təsdiqini tapmadan və Adnan Əhmədzadənin müstəntiqlərinin suallarına verdiyi cavablardan asılı olaraq indi səslənən versiyalar nə qədər həqiqətə düz gəldiyi, uyğun gəldiyini deyə bilərik. Yenə də qeyd edirəm, biz hüquqi dövlətik və sizin də qeyd etdiyiniz kimi bir təqsirsizlik prezumpsiyası var və Adnan Əhmədzadə haqqında məhkəmənin konkret cinayət maddələri üzrə hökmü çıxarılmadan birbaşa ittiham etmək çətindir. Amma fakt odur ki, təsadüfən heç nə baş vermir. O da olmasa tüstü olmaz və artıq mətbuatda da çoxsaylı faktlar öz əksini tapır və həmin faktlar da bir mətbuat orqanında yox. Bütün deməli, əksər mətbuat orqanları onun cinayətkar olduğunu, onun atdığı addımların nəticə etibarilə təkcə varlanmaq mənası daşımadığını, təkcə o oliqarxa çevrilməyib. Eyni zamanda Azərbaycanın bax bu enerji sektoruna çox mühüm zərbə endirib, dediklərimiz təsdiqini tapacağı təqdirdə. Belə olan vəziyyətdə onda iki versiya yarana bilər. Təkcə iqtisadi cinayət deyil. Doğrudan da sizin indi söylədiyiniz o mətbuatlı bu versiyanı yazır ki, Rusiya ilə birlikdə əlbir olub Azərbaycanın neft sənayesinə vurulan zərbəni, Azərbaycan bu sahədəki imicinə biz dünyada bilirsiniz ki, çox böyük enerji potensialına malik, yanacaq enerjisine malik dövlət kimi tanınırıq və üstəgəl də yaşlı enerji sahəsində də ilk çox ciddi addımlarımızı atırıq və təxminən bir 6-5 giqavatlıq da yaşlı enerji sahəsində biz müqavilələr imzalamışıq. Və belə olan halda bu sahədə indi o 2023-cü ildən çalışmasa da belə, SOCAR-ı təmsil etməsə də belə, amma hər halda iş adamı olaraq da onun bu proseslərdə iştirakı ilə bağlı çox ciddi deməli faktlar, arqumentlər bir mətbuat yaymaqdadır. Və mənim üçün maraqlı cəhət nədədir? Təbii ki, Rusiyanın Azərbaycandakı səfirliyi də olan birbaşa işlərin biri də odur ki, Rusiya ilə bağlı Azərbaycan dövlət mətbuatı, müxalif mətbuatı nə yazır, bunun hamısını onlar monitorinqə aparırlar. Və təbii ki, onlar çox gözəl bilirlər ki, Azərbaycan mətbuatında artıq Adnan Əhmədzadənin Rusiyanın müvafiq qurumları ilə əməkdaşlığı ilə bağlı ciddi ittihamlar var. Son dərəcə ciddi itham, hətta xəyanətə qədər ittihamlar səslənməkdədir, vətənə xəyanətə qədər. Və bu informasiyanı Rusiyanın, Azərbaycanın səfirinin sadəcə borcudur. Onun işi bundan ibarət ki, dərhal deməli Moskvaya göndərir, Xaricilər Nazirliyinə göndərir. Hələ indiyə qədər belə hallarda Mariya Zaxarovanı önə verirlər. Hələ bu günə qədər Mariya Zaxarova məlum Azərbaycanda səslənən ittihamlarla bağlı, bizim mətbuatın ittihamları ilə bağlı heç bir reaksiyası yoxdur, heç bir mövqe bildirməyib. Bu halda iki versiya yaranır. Birincisi nə desinlər? Çünki artıq görünür ki,
faş olub, hər şey bilinir. Və yaxud da ki, ikinci versiya bu Ermənistanın qondarma erməni soyqırımı ilə bağlı davranışına oxşayır. Cənab Ərdoğan dəfələrlə qeyd edib ki, tarixçilər, alimlər yığışsın, erməni tarixçilər, dünya tarixçilər, bizim tarixçilər, arxivlər açılsın. O isə cavabında nə deyir? Deyir ki, bu o qədər məlum həqiqətdir ki, biz arxivləri açmaq və araşdırmağa başlasa, bu məlum həqiqətə kölgə salar. Bu kimi uydurma bir yanaşmalar ortaya qoyurlar. Yəni, belə Sırkırı isə o qədər əmindir ki, belə ola bilməz və ona görə də buna sanki reaksiya vermək istəmir. Amma gülüncdür. Hesab edirəm ki, müasir dövrümüzdəki informasiyanın çox böyük gücü var. Sussan, cavab verməsən, həmin informasiyanın təsdiqi potensial daha da böyüyür. Ona görə biz 4 aylıq bilirsiniz ki, istintaq prosesi gedəcək və yəqin ki, bu istintaq prosesində çox həqiqətlər üzə çıxacaq və təkcə Adnan Əhmədzadə ilə deməli kifayətlənməyə bilər. Çünki belə ağır cinayətlərin törədilməsini yəqin ki, onun müəyyən qrup halında iştirak edib, kimlər sonra dəstək verib və belə olan vəziyyətdə hüququn ən sərt dili ilə bu məsələlər qiymət veriləcək və cinayətkarlar cəzasını alacaqlar.